ayında Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu Azərbaycanla yanaşı Türkiyənin də yerli media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb. Gəncəğaz xəbər verir ki, Türkiyənin öndə gələn media orqanları forumun çıxışlarının nitqlərini, panel müzakirələrini və yekunlarına dair xəbərləri oxucularına çatdırıblar. Xüsusilə forumun təşkil olunmasında TÜİBin əməyinə diqqət çəkilib. Sabah qəzetinin köşə yazarı Yavuz Donat Can Azərbaycandan notlar başlıqlı yazısında forumu iki ölkə arasında sarsılmaz qardaşlığın iqtisadi təntənəsi adlandırıb. Yeni Şafaq qəzeti isə forumda çıxış edən Türkiyənin Ticarət Naziri Ömər Bolatın Azərbaycanın təbii sərvətlər baxımından stratejik ölkə rolunu oynadığına dair fikirlərini işıqlandırılıb. Sözü gedən qəzet eyni zamanda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iki ölkə arasında iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi ilə bağlı sözlərinə dair yer verib. Qapolay nəşrinin köşə yazarlarından Zeynal Abdin Qıymaz isə Bakıda 2-ci İqtisadiyyat Forumu Bir millət, iki devlət prinsipi sahədə reallaşır başlıqlı yazısında TÜİBin Azərbaycandakı fəaliyyətindən geniş şəkildə bəhs edib. Eyni nəşr başqa bir yazısında TÜİBin sədri Hüseyn Böyükfıratın Nəcib xüsusiyyətlərinə diqqət çəkib. GDH Ekonomim və Ekonomika portalları İxlas Xəbər Agentliyi isə Cevdet Yılmazın jurnalistlərlə görüşündə forumun əhəmiyyətinə dair səsləndirdiyi fikirlər geniş yer ayırıb. Dünya.com portalı diqqəti Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin rəqəmlərlə yansımasına yönəldi. Sözü gedən portal TÜİBin sədri Hüseyn Böyükfıratdan xüsusi müsahibə alaraq iş adamının tekstil biznesi ilə məşğul olan sahibkarları Azərbaycana dəvətini yayımlayıb. Anadolu Agentliyi isə forumu ən geniş işıqlandıran media orqanlarından olub. Türkiyənin sosial şəbəkələr üzərindən xəbər fəaliyyəti göstərən səhifələri də foruma dair müxtəlif məlumatlar paylaşıb.